Salam, xoş gəlmisiniz. Çox sağ olun, Allah razı olsun. Həsənağa Qəmbərov 29 avqust 1949-cu ildə anadan olub. Azərbaycan Tibb Universitetinin məzunu, tibb elmləri namizədi, dosent, tanınmış revmatoloqdur. Peşə fəaliyyətinə hərbi həkim kimi başlayıb. Onun elmi işi revmatizm və revmatoid artrit xəstələrinin ürək fəaliyyətinə dərmanların təsiri ilə bağlı olub. Uzun illər pedaqoji və elmi fəaliyyət göstərən Həsənağa Qəmbərov 70-dən çox elmi əsərin, bir dərs vəsaitinin və 2 ixtiranın müəllifidir. O həm də bir çox beynəlxalq konfransların iştirakçısı olub. Hazırda Bialab Tibb Mərkəzində baş həkim kimi fəaliyyətini davam etdirir. Doktor, hər kəsə siz soruşursunuz, mən də sizdən soruşum. Necəsiz? Sağ olun, həkim gərək həmişə yaxşı olsun ki, xəstələrinə də yaxşı qulluq eləyə bilsin. Yəni, yaxşı deyəndə nə düşünürsünüz ümumiyyətlə? Yaxşı olmaq nə deməkdir? Yaxşı oldu ki, insan gərək həmişə yaxşılıq haqqında fikirləşsin. Çünki insanın bütün həyatı onun düşüncələrindən asılıdır. İnsanın düşüncələri təmiz olsa, gözəl olsa, yaxşı olsa, onun həyatı da ona uyğun olur. Məsələn, mən yaxşı deyəndə onu başa düşürəm ki, sağlamam. Mən yaxşı deyəndə onu başa düşürəm ki, Allaha şükür işim, gücüm var, sevdiyim sənətim var. Mən yaxşı olanda onu başa düşürəm ki, Allaha şükür bugün dolanmağa müəyyən imkanlarımız var. Hər şey sevgi, məhəbbət üstündə qurulub. Deməli, insanı sevənlər varsa, o kimisə sevirsə, Allahını sevirsə, deməli, onun həyatı yaxşıdır və əladır. Çox sağ olun. Doktor, mən dəfələrlə şahidi olmuşam, sizin xəstələrlə söhbətiniz, yəni görmüşəm ki, siz sanki hiss edirsiniz. Yəni, xəstə otağa daxil olur və sizdə o duyma başlayır. Bu, həkimlərin hər birində olmalıdır, yoxsa bu peşəkarlıqdan irəli gəlir, yoxsa siz bu qatı beyninizdə aça bilmirsiniz? Bu nədir belə? Yox, bilirsiniz, həyat necədir? İnsan dünyaya gələndə hələ dünyanı uşaq gözü ilə görür. Tutaq ki, 15 yaşında onu başqa gözlə görür. 25 yaşında tamam başqa gözlə görür. 50 yaşda başqa gözlə görür. Deməli, mən bugün 77 yaşında həyatı başqa gözlə görürəm və insanları da başqa cür görürəm. Tutaq ki, ildən ilə insanın təcrübəsi artır. Mən heç keçən ilki adamda deyiləm. Yəni, hər il insan öyrənir, həm insanları öyrənir, həm elmi öyrənir. Mən 52 ilin həkimiyəm. Deməli, bu 52 ildə mən insanlarla münasibətdə ola-ola, tələbələrə dərs deyə və mən insanları tanımışam. Ona görə də insan mənim otağıma qapıdan girəndə artıq mən bilirəm o kimdir, nə istəyir. Bir-iki addım atan kimi bilirəm vəziyyəti necədir. Mənim yanımda oturanda artıq bilirəm nə haqda danışacaq. Və çox vaxt başlayır, əvvəl oradan sənədlərini çıxardır, nə bilim, maqnit rezonans kağızını çıxardır, analizini çıxardır. Çox vaxt deyirəm ki, hələlik onları saxla, bir söhbət eləyək. Bu yaxın zamanlarda mənə bir yaxın adam demişdi ki, sən çalış, biraz yaşlı həkimlərdən get məsləhət al, səhhətimlə əlaqəli. Mən həqiqətən də sizin indi bu verdiyiniz cavabın birbaşa elə bil o özümün yaşadığım bir hadisə ilə əlaqəli baş vermiş bir hala cavab oldu, həm də bu. Biz indi desək ki, hamı getsin elə yaşlı həkimlərin yanına, biraz yəni təcrübəli həkimlərin yanına, yoxsa təcrübəsizlər nə etməlidir? Bu biraz çətin məsələdir. Mən düşünürəm ki, siz buna cavab verə biləcəksiniz, çünki müəllim olmusunuz, tələbələriniz var, yetirmələriniz var. Nə etməlidir gənc həkimlər? Mən sizə deyim ki, Azərbaycanda olan bugün bizim savadlı həkimlərimiz, mən deyərdim, heç dünyanın çox ölkələrində yoxdur. Düzdür, insanlar bəzən gedib onları tapa bilmirlər, bilirsinizmi? Bu, necə ki, biz illərlə təcrübə qazanırıq, insan da xəstə olanda əvvəl bir həkimə gedir, sonra obursuna gedir, sonra obursuna gedir. Axırda özü seçim eləyir, başa düşür ki, hansı həkim ona kömək eləyir, hansı həkim də onu qovur, bütün analizləri elətdirir, 5000, 3000 pul xərclətdirir. Axırda da deyirsən, mənim xəstəm deyilsən və yaxud bu işi düzəltmək olmaz. İnsanın xəstəliyi çox vaxtı
müəyyən bir faktorlardan asılıdır da, bilirsinizmi? İnsan əvvəl bir günah qazanır, sonra da bir xəstəlik qazanır. Başa düşdünüz? Özü bəzən onu hiss eləmir də, o günah gəlir onun xəstəliyinə səbəb olur. İndi o yüngül günahdırsa, deməli bu tez həkim tapır və tez o iş düzəlir. Məsələn, biri gedir maşın oğurlayır, ona 3 il iş verirlər, onu 3 ildən sonra buraxırlar. Biri də gedir daha ağır cinayət eləyir, ona 14 il iş verirlər, onu da 14 ildən sonra buraxırlar. Bu xəstəlik də belədir. Yəni onun xırda bir günahı varsa, görürsən 1 ilə, 2 ilə bir yaxşı həkim tapılır və ona əlac eləyir. Yox, onun günahı çox ağırdısa, görürsən 15 ildən, 10 ildən sonra bir həkim tapılır. Mən belə xəstələrim çoxdur. Məsələn, elə xəstə var, görürsən, 5 aya, 6 aya gəldi, çıxdı, biz də ona kömək elədik, uzaqbaşı 1 ilə sağaldı. Amma elə xəstə də var, 15 ildən sonra gəlir, tutaq ki, revmatoid artritlə gəlir, əl əyilib, ayaq əyilib, nə bilim, tutaq ki, bütün orqanlar sıradan çıxıb və indi biz nə edirik? Ancaq onun xəstəliyinin dayandırırıq. Daha tutaq ki, o əyilmiş barmağı, tutaq ki, sıradan çıxmış bu çanaq oynağını düzəltmək olmur. Onu artıq cərrahi üsulla düzəltmək lazımdır. Yəni deməyim odur ki, hər şey insanın, mən bəxti deməzdim, hər şey insanın əməlindən asılıdır. Yəni insanın əməli necədirsə, gələcəkdə də onun həkim tapmağı da, müalicə olunmağı da hamısı ondan asılıdır. Yəni öyle həyatda heç nə elə belə olmur. Hər şeyin bir əsası var. İnsanın öz ürəyi, qəlbi təmizdirsə, bu həkimin də gərək ürəyi təmiz ola, yəni niyyəti düz ola ki, o qabağındakı müalicə eləyə bilər. O həkim ki, özünün ürəyi təmiz deyil, elə fikirləşir ki, görək bu xəstədən biz nə çıxardacağıq, nə edəcəyik. Əgər əvvəldən belə fikirləşirsə, o xəstə düzəlməyəcək. Heç o həkim də düzəlməyəcək, elə ömrü boyu elə gedəcək. Ona görə də insan gərək birinci özündən başlasın. Yəni o xəstə özündən başlasa, özünün ürəyini təmiz eləyə bilsə, ətrafında olan o mənfi energetikanı təmizləyə bilsə, yəni çox vaxtı biz biri bilmədən ayağımızı tapdıyır, biz ondan ömrü boyu düşmən oluruq. Elə olmaz. İnsan Allah bağışlayır da bütün günahlarımızı. Amma biz xırda bir işə görə heç kimi bağışlamırıq. Yox, sən onu bağışlamalısan. Sən onu bağışlasan, özün təmiz olsan, vallahi heç xəstələnməyəcəksən. Biləsiniz. İnsan elə belə xəstələnmir, o hansısa bir səbəbdən xəstələnir. Bəli, əvvəl beynini pozdur. Ona görə deyir, Allah adama pislik eləyəndə əvvəl onun ağlını alır. Yəni o ağlı olsa o adamı bağışlayar. Bağışlamır, bir özü də bir günah eləyir, gəlir üst-üstə düşür, gəlir çıxır bir xəstəlik meydana çıxır. Çoxdur, o qədər fəlsəfi, məntiqi, mənalı danışdınız ki, bu mərhələni. Bəs sonra həkimlər Allah tərəfindən göndərilmiş mələklər hesab olunur da belə çıxır, hə? Mən həmişə Allahımdan razıyam ki, həkim olmuşam. Mən həkim olmağı hələ orta məktəbdə oxuyanda qarşıma məqsəd qoymuşdum ki... Çox üzr istəyirəm, bu Hipokrat andı bir şərti bir şeydir də. Amma bir həkim olmağı da daxilən qəbul etmək, ona and içmək ki, bəli, mən həqiqətən də həkim olacağam. Bu məktəb illəri bizi yəqin ki, elə başlayır. Yox, mən sizə bir şey deyim də, insan anadan necə doğulubsa, yəni o yaxşı adam kimi doğulubsa, elə yavaş-yavaş yaxşı adam da olacaq. Yox, əgər o, nətər deyim, şeytan zildində, şeytan ürəyində, insan zildində gəlibsə dünyaya, elə ömrü boyu da elə gedəcək. Kiməsə pislik eləyəcək, ondan ləzzət alacaq. Kiminsə ayağından dartıb yıxacaq, ondan ləzzət alacaq. Amma o insan ki, yenə deyirəm, mələk cildində gəlib, fərqi yoxdur, o həkim də ola bilər, müəllim də ola bilər. Yəni o ömrü boyu elə o yolla da gedir. Amma məsələn, həkimlik də gərək insanın şuurunda ola, beynində ola ki, məsələn, mən hələ orta məktəbin 5-ci, 6-cı sinifi idi, yadımdan çıxıb, biz imla yazdıq, sərbəst inşa yazdıq daha doğrusu. İnşada mən yazmışdım ki, mən gələcəkdə həkim olacağım. Yəni, mən hələ bu vaxtı bunu qarşıma məqsəd qoymuşdum və elə də davam olundu, mən doğrudan da həkim oldum. Yəni, insan gərək onun qarşısına məqsəd qoya da, atam göndərdi, anam məni instituta, daim məni instituta düzəltdi, elə deyil. Onlar həkim olmurlar. Bax, mən sizə bir şey deyim, orta məktəbdə oxuyanda görürsən ki, sinifdə 2 dənə əlaçı var, 4-5 dənə yaxşı oxuyan var
Bir qalanlar da bir 15 nəfər oxumur da, elə gedir, gəlir, yəni orta məktəbi qurtarır. Həmən şeydə yəqin institut qurtaranda gördünüz. İnstitutda da eyni problemdir. Ona görə də bizim ümidimiz o institutun qrupbada institutu qurtaran o 3-4 nəfər yaxşıdan söhbət gedir. Bax, o yaxşı, gələcəkdə yaxşı həkim də olur, yaxşı insan da olur. Mən demirəm o dövlətdə adam olur. Normal həkim dövlətdə ola bilmir. Xüsusən də terapevtdən, kardioloqdan, revmatoloqdan söhbət gedir. Hə, ola bilər ürək həkimidir, onun böyük imkanları ola bilər olsun. Tələbələrimin 90% gəlib məni axtarır, tapır. 90% mənim yanıma xəstə gətirir. O mənə bəs eləyir. Hansı rayona getsəm, harasa getsəm, orada tələbəmə rast gəlirəm və xoş üzlə bir-birimizə salamlaşırıq, söhbət eləyirik. Mənə o bəs eləyir. O qalan şeylər xırda şeylərdir. O böyük varı dövləti olanlar da heç birisi dünyadan heç nə aparmayacaq, mən də aparmayacağam. Amma o hörmətimiz, o dostluğumuz, o münasibətimiz insanlarla həmişə qalacaq. Bizə o lazımdır, həyatda o lazımdır. Doktor, bu dedikləriniz ona sirayət edə bilər ki, bugün iş tapa bilməyənlər var, elə sizin də sahənizdə. O deyirlər ki, iş yeri yoxdur, işləyə bilmirik, iş tapa bilmirik. Elə bir şey yəni mümkün deyil də. İnsan burada alınmazsa, əgər peşəkardırsa, dönər bir başqa sahədə, yəni başqa yerdə özünü yenə də sınayar. Yəni bunlar duymurlar, sənəti sevmirlər deyə istənilən sənətdən söhbət gedir, təkcə sizin sahənizdən deyil. Ona görə iş tapa bilmirlər, yoxsa mən həkim ola fəhlədə işləmişəm. Mən həkim ola gənclərimizə bir örnək. Bəli, mən həkim ola yolda bir adam götürmüşəm, düşüb ondan 5 manat da almışam. Yəni onu demişəm ki, bax mən bu yolu gedirəm. O istəyirsən əyləş. Yəni mən həkim ola onu da eləmişəm. Mən həkim ola ayda o vaxtı 3 dənə növbətçilik vardı da həkim üçün. Mən 20 dənə növbədə qalırdım. 20 növbədə. Nəyə görə? Ailəmi dolandırmağa görə. Mən 20 dənə, 25 dənə ayda növbəyə gedirdim. Nəyə görə? O vaxt növbənin biri 10 manatdır. Yəni insan istəsə öz ailəsini dolandıra bilər. Və Allah görsə ki, o əziyyət çəkir və ona yol açar. Necə mənə yol açdı, aspiranturaya daxil oldum, institutu, məsələn, aspiranturanı qurtardım, tutaq ki, institutda müəllim oldum. Deməli, Allah gördü ki, mən çalışıram da, o da mənə bir yol açdı da. Bugün insanlar çalışmaq istəmir, oturub evdə gözləyir ki, bəli, ata buna nə pul verəcək, ana nə pul verəcək. Mənim indi bu yaşda, mənim yaşlarımın 90%-i evdə oturub təqaüdün alır. Amma mən işləyirəm axı. Mən hər gün işləyirəm, evə müəyyən pul gətirirəm. Həm özüm sevinirəm ki, kiməsə kömək elədim. Yararlıyam və bugün yararlıyam. Bugün təqaüdə çıxanlar niyə ölürlər? Ona görə ki, o beynində tutur ki, hə, uşağı yer-bir eləmişəm, bunu eləmişəm, onu eləmişəm, indi təqaüddəyəm, demək mən heç kimə lazım deyiləm. Hə, beyində ki, tutursan heç kimə lazım deyilsən, Allah səni götürür aparır da deyir, heç kimə lazım deyil, nəyə lazım deyil, bu dünyada dayanıb bu. Deməli, insan özünü lazımlı hesab eləyəndə, onun səhhəti də gözəl olur, sağlamlığı da yaxşı olur, nə bilim, beyni də yaxşı işləyir. İnsan ən azından fiziki hərəkət edir. Bəli. Qan dövranı oynayır, keymələr gedir. Bəli, mən bugün hər gün idman eləyirəm. Mən hər gün çıxıb 1 saat yarım gəzirəm. Amma mənim yaşda olanların 90% deyir ki, yox əşi, mən qoca kişiyəm, nə var, oradan yatır, orada durur. Sadəcə bu günləri cavanların 90%-i yatır, durur, təzədən yatır, təzədən durur. Yəni mən açığın deyim, mənim öz qohumlarım, nə bilim, öz nəvələrim arasında da belələri var. Həyat mübarizədir. Həyat hərəkətdir. Hərəkət olmasa, mübarizə olmasa, insan məhv olub gedir. Belə bunu başa düşmək lazım. Bax, bunu heç kim başa düşmür. Hamı gözləyir ki, mənə iş verəcəklər. Heç kim sənə iş verməyəcək. Sən 100 dəfə bir qapıya getməsən, 101-ci dəfə oradan iş tapmayacaqsın. Sən bu günləri hökmən həkimsən, gözləməklə sənə həkim, bəli, yoxdur həkimlik, deməli, nəsə eləmək lazımdır. Nəsə bir yol tapmaq lazımdır. Yoxsa elə ümid olmaq olmaz ki, mən gedəcəm hardasa, mənə bugün iş verəcəklər. Deməli, sən görsə ki, ilahi sən bir fəhləlik də eləyirsən, deməli, sənə bir yol açacaq. Demək, o yolu sən gərək özün açasan, öz zəhmətinlə. Yatmaqla yox. Doktor bəy, sizin sahəyə biraz yönələk. Deyək ki, bir revmatoloji xəstə
bu fiziki hərəkətlər falan dedik, bəli, oturmaq elə keyməyin bir yoludur. Qan dövranı dayanır, istər-istəməz müəyyən bir insan özü də çökür. Nə etməlidir revmatoloji xəstə ilk olaraq və yaxud da nədən hiss etməlidir ki, onda bu proses başlayır? Birincisi, yenə də dedim, insan xəstələnməsinin çox vaxtı günahkar özüdür. İnsanın özü günahkardır və yaxud günah etməyin ki, xəstələnməyəsiniz. Bir burada düzdür 30% irsiyyətində rolu var, irsiyyət də rol oynayır, amma qalan günah insanın özündədir. Amma irsi günahlar da var da. İrsi günahlar. Əlbəttə, yəni, soy kökümüzün etdiyi günahlar da var ki, bizə keçir. İrsi günahlar da var, ona görə deyirəm, irsiyyətində rolu var. O atadan, babadan gələn günah da var. Tutaq ki, məsələn 3 yaşında, 5 yaşında bir uşaq xəstələnir, o hələ məsumdur, onun heç bir günahı yoxdur. Deməli, o özündən əvvəlki nəslin günahı düşdü özlərinə. İndi mənim yanıma bir yaşlı adam gəlir, başlayır çox böyük şikayətlər eləməyə. Deyirəm, çox da böyük şikayət eləmə. Deyir, niyə ay doktor? Deyirəm, birincisi, bu xəstəliyi Allah sənə verdi, günahların qutardı. O dünyada işin asan olacaq. Bu dünyada da biz sənə kömək eləyəcəyik, normal ağrısız yaşayacaqsan. Amma şükür elə ki, bu günah sənin üstünə düşdü. Biraz da qalsaydı, düşəcəkdi nəvənin üstünə, ona biz kömək eləyə bilməyəcəkdik. Bəli, həyat belədir. Biz gərək çalışaq o günahları eləməyək və əgər doğrudan da bu yaşlı kişinin üstünə, qadının üstündə bugün xəstəlik varsa, deməli onun günahı yuyulur. Əslində siz xəstəni iki tərəfli sağaldırsınız. Həm deyirsiniz bundan sonra günah eləmə, yəni ehtiyatlı ol da, həm də deyirsiniz ki, bu günahların da artıq silinir. Artıq silinir və deyirəm ki, sən 1000 dəfə şükür elə ki, Allaha bugün bu günahlar silinir, qalan nəsillərə qalmadı. Və doğrudan da onu müalicə eləyirik. İntihası bilirsiniz, bu oynaq xəstəlikləri çox ciddidir. Məsələn, 200-dən yuxarı oynaq xəstəliyi var. İndi xəstənin bir dizi ağrıyır, gəlir, doktor, mənim dizim ağrıyır. Ona nə var ki, onu deyir, bir dizim ağrıyır da. İndi revmatoloq gərək fikirləşsin ki, bu 200 xəstəlikdən hansıdır? Hansıdır? Tapa bilsin. Aysə, onu tapa bilsin. Onsuz da 40-50 yaşdan yuxarı hamının artrozu var. Artıq bir oynaq xəstəliyi var, düzdürmü? Tutaq ki, sidik cinsiyyət sistemində soyuq dəyməsi var, oradan da bir reaktiv artriti var. Deməli, iki xəstəlik uca nağdvarıdır bu 50 yaşında adamın. Yəni, sidik cinsiyyət sistemində soyuq dəymə varsa, mütləq bəli, mütləq ya beli ağrıyır, ya dizi ağrıyır, ya harasısa ağrıyır, ya qolu ağrıyır. Birinci ondandır. Bəli. Çox vaxtı mən bu günləri nəyə təəccüb eləyirəm? Məsələn, yüzlərlə insanlar gəzirlər, revmatizm, nə bilim, revmatoid, müxtəlif, amma əslində elə deyil. Məsələn, adamlar tanıyıram, 40-45-50 yaşları var, hələ bıçağacan evlatları da yoxdur, elə düşüblər revmatizmlə müalicə olunurlar. Elə deyil, orada sidik cinsiyyət sistemində ər-arvad ikisinin də soyuq dəyməsi var, övladları da olmadı, ömrü boyu da müalicə olundular, ortaya da heç nə çıxmadı. Yəni, bunların 25-30 yaşında bir normal həkimə rast gəlsəydilər, desəydi ki, sizin soyuq dəyməniz var, iltihabınız var, onu müalicə eləyəcəyik, eləsəydilər, bunların övladları da olardı, özləri də sağlam olardı. Biz çox vaxtı ona fikir vermirik. Əslində, bax, hər hansı bir infeksiya fikir vermir. Bütün infeksiyalar, viruslar, hamısı oynaq xəstəliyi verir. Onları ki, vaxtında müalicə eləmirsən, gətirir, çıxardır daha ciddi xəstəliyə, daha ciddi xəstəliyə. Tutaq ki, əvvəl revmatizmlə başlayır, sonra çıxır, gedir reaktiv artritə, oradan gedir, çıxır revmatoid artritə, oradan gedir, çıxır daha ağır xəstəliklərə. Yəni, vaxtında bunun qabağını alan, o işi başa düşən bir həkim olsa, o insanlara kömək eləyər. Amma vaxtında ki... Amma onların da günahı var, qarşılarına çıxmır o həkim. Yox, indi söhbət nədən gedir? Yenə də deyirəm, həkimlər də bəzən deyirlər, məsələn, bu yaxında mənim yanıma bir xəstə gəlmişdi. İnanırsan, qapıdan girəndən başladı həkimlərin arxasıca danışmağa, döşədi. Dedim, əyləşginən, başa saldım ki, bunun danışdıqları, özünü başa saldım yavaş-yavaş ki, sənin danışdıqların hamısı boş söhbətlərdir. Həkimlər sənə kömək eləyib, sənə kömək eləməsəydilər, bu 10 il xəstəlik dövründə çoxdan yorğan döşəyə düşmüşdüm. Və mən başladım buna izah eləməyə ki, bu budur. Axırda gəldi mənə dedi ki, bir revmatoloqun adını çəkdi ki, bəs məni doktor o müalicə eləyir. Dedim, daha nə istəyirsən? Çox savadlı, düzdür o adam da cavan adamdır, revmatoloqdur. Dedim, səni çox gözəl bir həkim müalicə eləyir, nə istəyirsən sən?
Ay yox, doktor, belə olmadı. Dedim, o günah səndədir. Sən müalicəni düzgün eləmirsən, bir ay Doğrudan da eləyirsən. o nə istəyirdi? Onun problemi nə idi ki? Bunun problemi heç Bəlkə nə. var Bu gün aralarında bilmədiyi halda insanların dalıycan danışmaq. O adam ki, deyinmək. Ay sağ ol. Mən bunu başa salandan sonra ki, səni çox gözəl bir həkim var, götdü ona zəng elədi ki, Həsən ağa müəllim deyir ki, elə siz yaxşı həkimsiniz. Bəs dedim, hədə get-günə sənə müalicə eləyirlər də, nə istəyirsən? Prosta o kişi nə deyir, ona qulaq as da. Doktor, mən istəyirəm bu məqamda sizə bir ağsaqqal kimi sual verim. Ümumiyyətlə cəmiyyətimizdə bu var yəqin ki, indi siz də bunu öz danışığınızla bizə açıqlayarsınız. Bu biraz da tərbiyəsizliyə yönəlmir. İnsanın tərbiyəsi olsa deyinməz, insanın tərbiyəsi olsa bu qədər narazı qalmaz. Yəni bu biraz da o tərbiyəsizliyi bir əxlaqsızlıq kimi başa düşməsinlər. Ümumi tərbiyə deyirəm, daxili tərbiyə. Yəni bu deyil bizdə. Yox, elə deyil. Mən onu başqa cürə deyərdim. Bu da insanlar bir neçə qrupa bölünürlər. Bir qrup insan Allah nə verib ondan razı qalır və o yolla da Allahın yolu ilə gedir. Bir qrup insanlar elə deyinə yaşayırlar. O deyinə yaşayan adamların işini Allah düzəltmir. Başa düşdün? Bax, xəstəliyi də düzəlmir. Çünki insan gərək sevgi ilə yaşasın, məhəbbətlə yaşasın. İnsan ki, qəzəblə, hisslə yaşadı, o insan yaşaya bilməyəcək. Xəstələnəcək, xəstəliyi müalicə olunmayacaq, əlil olacaq, pis günə düşəcək. Ona görə deyirəm, insan birinci beynini düzəltməlidir, sonra ürəyini düzəltməlidir, yəni ürəklə sevməlidir. Qabaqlar deyirdilər ki, insan ancaq beyinlə düşünür. İndi məlum olub ki, beyin hüceyrələri ürəkdə də var. İnsan ona görə bizdə el arasında deyirlər ki, ürəklə sevmək. Bəli, insan ürəklə bir işi görürsə, yəni o ürəkdəki ağıl hüceyrələri ilə o işi görürsə, onun bütün işləri əla olur. Fərqi yoxdur, o nədir? Bax, saat ustasıdır, sənətkardır, nə bilim, tutaq ki, taxta ustasıdır, ya tutaq ki, rəssamdır. Bu ürəklə iş görən rəssamın işinə baxırsan, adamın üzünə gülür. Amma o qəzəbli rəssam yaradır, görürsən ki, yox, orada nəsə bir qəzab var, orada nəsə bir fəlakət var o əsərdə. Ona görə də, yenə də deyirəm, xəstə də insandır da, o gərək birinci beynini düzəldə, sonra ürəyini düzəldə, sonra bütün ətrafındakılardan razı ola, o cümlədən həkimindən. Bəs düzəldə bilmirsən? Düzəldə bilməyəndə də işi də düzəlmir. Bunu biz cəmiyyətə bir siqnal veririk ki, ürəkli olun da. Yox, biz cəmiyyətə siqnal verməliyik ki, birinci özünüz təmiz olun. İnsan özü təmiz olmasa, ürəyi təmiz olmasa, onun işi düz getməyəcək. 100% biləsiniz. Şuuraltı dünya var, məntiq var, nə bilim, dediniz ki, günahlar var ki, o günahlara əsasən də xəstəliklər var. Ümumiyyətlə, müəyyən bir şeylər var da, biz bilirik bunu. Daha nələr öyrənirsiniz ki, siz ən azından xəstəni görəndə biləsiniz ki, bu xəstə həm də nə xəstəsidir? Ümumiyyətlə, mən indi yox, hələ cavan vaxtı, məsələn, gündə 5, 6, 7 saat oxuyurdum da, yəni tibb sahəsində oxuyurdum. Elmi ədəbiyyat oxuyurdum. Elmi ədəbiyyat da oxuyurdum, tibb sahəsində oxuyurdum, nə bilim, astronomiyadan da oxuyurdum, fizikadan da oxuyurdum. Yəni, qabağıma çıxan məni maraqlandıran şeylərlə mən həmişə maraqlanmışam. Tibb Universitetində Daxili Xəstəliklər Kafedrasında mən 37 il dərs demişəm. Bu dərs dövründə biz daxili xəstəliklərin bütün formalarından dərs demişik də, ürəkdən də dərs demişik, böyrəkdən də, qaraciyərdən də, mədə-altı vəzdən də, mədədən də, yəni bütün orqanlardan biz orada dərs demişik. Ona görə də mən tələbələrə öyrədə özüm də nəsə öyrənmişəm. Və hal-hazırda mən həm Azərbaycan, həm Avropa Kardioloqlar Cəmiyyətinin üzvüyəm. Yəni mən həm də kardioloqam, həm revmatoloqlar cəmiyyətinin üzvü, həm də mən həm Azərbaycan, həm də Avropa, bəli, Kardioloqlar Cəmiyyətinin üzvüyəm. Yəni mən kardioloqam eyni vaxtda. Ancaq mən təkcə bu sahələrlə məşğul olmuram. Yəni mən lazım olanda ginekoloji problemlərə də baxıram. Çünki infeksiyalara da baxıram. Çünki infeksiyalar çox vaxt revmatoloji. Yəni insan nə qədər dünya görüşü artsa, bir o qədər o daha o işləri yaxşı biləcək, daha düzgün yol göstərə biləcək. Yəni birinci gərək özün biləsən ki, sonra kimə də məsləhət verəsən. Qaldı insan təkcə öz sahəsi ilə məşğul olmamalıdır.
Məsələn, mən ilahi qüvvəyə də inanıram. Evrəm Bəli. deyirlər. İndi daha çox dilə düşüb gənclərin dilinə. Evrəmə mesaj göndərirəm. Yəni hardasa ilahi dünyaya deyirlər də, yəni mesaj göndərirəm. Təbii ki, bunlar var da, yəni. Yox, bilirsiniz, ilahi qüvvə var və bütün dinlər axırı gəlir Allaha çıxır. İstəyir Yeri göğü Budda idarə olsun, edən istəyir var, Budda olsun, istəyir Yəhudilik olsun, istəyir Xristianlıq olsun, istəyir müsəlmanlıq olsun, axırı gəlir hara çıxır? Allaha çıxır. İndi bu gün bütün dünyanı öyrənən insanlar var. Yəni bu gün artıq yad planetlərlə əlaqə quran insanlarımız var. Onların da fikri odur ki, axırı gedir Allaha çıxır. Deməli insan öz Allahını tanımalıdır. Əgər onu tanıyırsa, onu sevirsə, bir də bir məsələ də var. Biz çox vaxtı Allahdan nəsə istəyirik. Bilirsiniz, insan kimdən nəsə istəməkdən qabaq, nəsə onun üçün eləməlidir. Sən deyəndə ki, Allah, düz yaşamaq. ay sağ ol. Sən deyəndə ki, ilahi mənə kömək ol. Allah da sənə əks təsir göstərir, deyir, sən neynədin ki, mən də sənə kömək olum. Deməli, sən əvvəl Allah yolunda bir iş görməlisən, bir yaxşı fəaliyyətin olmalıdır, nə bilim, birinə bir yardım əli uzatmalısan, bir xəstəyə kömək eləməlisən, Allah da sənə kömək eləsin. Ona görə də ilahidən bir şey ummazdan əvvəl özün nəsə eləməlisən. Biz nəsə eləməsək, bizim üçün nəsə eləməyəcəklər. Mən bir dəfə bir adama rast gəldim, dedi, doktor, mən 14-cü dəfə haca gedirəm, 14-cü dəfə. Amma bacısı revmatoidlə artritdən yorğan döşəkdə idi, onu müalicə eləmirdi. Dedim, sən bu dəfə haca getmə, bunu müalicə eləyək. Allah onların hər ikisinin köməyi olsun. Başa düşdünüz? Yəni, burada söhbət nədə gedir? Haca getməkdən söhbət getmir. Bu xəstə bacını müalicə eləmək lazımdır. Və söhbət bundan gedir. Yəni, ilahiyyə də... Yəni, düz yaşamaq lazım. Aysa, ilahiyyə də qulluq eləyəndə düz qulluq eləmək lazımdır. Yalandan mən haca getdim, oldum müsəlman, yəni normal bir müsəlman oldum. Elə deyil, yox. Doktor, ümumiyyətlə dünya enerji üzərindədir, yanır da, cazibə qüvvəsi də var, yeri göyü idarə edən də elə o cazibə qüvvəsi ilə bizi idarə edir. Bəs bioenerji nədir? Bilirsiniz, bioenerji hər bir orqanın, tutaq ki, ürəyin bioenerjisini biz elektrokardioqramma kimi yazırıq. Ürəyin bioenerjisidir. Beynin bioenerjisini biz ensefalogramma kimi yazırıq. Və o cürdə necə ürəyin, böyrü, hər bir orqanın özünün enerjisi var. Ruhun da var. Bəli, onun, bəli, insanın... Yəni, orqan deyil də, ruhun da enerjisi yox, var. Bax, bütün bu bioenerji bütün bizim bədənimizi əhatə eləyir. Və bu bir təbəqədən yox, 6 təbəqədən ibarətdir. Onun hamısı birlikdə axırda ruhla qutarır. İnsanın ruhu, yəni insanın bioenerjisi heç vaxt itmir. Axırda insan öləndə o həmən o insanın bioenerjisi yığılır bir şar kimi. Məsələn, Məryəm ananın başının üstündə belə girdə bir şar kimi işıq görsənir. Yəni insan öləndə insanın bütün enerjisi onun içərisinə yığılır və gedir haq dünyasına. 6 çakra bizdədir. Yox, bizdə 7-8 çakradır biz bildiyimiz. Amma əslində 126 çakra var. Bəli, əslində çakra 126-dır. Əgər o 126 çakranın hamısını açmaq mümkün olsa, insan göydə uça bilər və istədiyi planetə gedə bilər və istədiyini eləyə bilər. Yəni onu o monarxlar... Allahlaşar da bir növ belə deyək. Bəli, insan Allahlaşar, yox ilahiləşər. Allahlaşmaq, Allah keş kimi Allah səviyyəsinə qalxa bilməz, amma ilahi bir, yəni təmiz bir insan ola bilər. Amma bizim bugün bildiyimiz 7-8 çakra var. O 8-ci çakra axırıncı insanın bax öz əlinin təxminən 7 sm yuxarıda insanın başının üstündə axırda ruh ora yığılır və o gedir haq dünyasına və təzədən ola bilir ki, o təzədən dünyaya gəlsin. Yəni biz bu dünyaya gəlmişik burada müəyyən bir təcrübə yığmağa. Bizi bura göndəriblər ki, bəli, biz gəlirik burada bu təcrübəni yığırıq və o təcrübə tamamlanandan sonra da insan dünyaya gəlir. Nə qədər dünyaya gəlib gedirsə, deməli onun hələ təcrübəsi çatmır. Düzdür, indi bunu hamı təsdiq... 14 dəfə gəlir deyirlər, o düzdür? Yox, ola bilər 100 dəfə gəlsin. Əgər o düzəlməyibsə, yenə gələcək. Yenə o əziyyəti çəkəcək. Məsələn, obru dünyada keçmişdə bir yaxşı adam olubsa, indi ondan da yaxşı adam olacaq.
Başa düşdünüz? Doktor, Hər siz dəfə danışdıqca mən sualdan Aha. sual yaranır. Aha. Bəs o nədir ki, məsəl üçün məndə o var. Çalışıram ki, elə hər gün nəsə öyrənim, nəsə edim. Yəni mənim ruhum acdır, belə çıxır. Yox, o sizin ruhunuzdan asılı deyil, o sizin özünüzdən asılıdır. Bilirsinizmi? İnsan nə qədər çox öyrənirsə, nə qədər çox, necə deyim, yaxşılıq eləyirsə, nə qədər çox ətrafındakılarla münasibətdə olursa, bir o qədər onun ruhu təmizlənir. Və bizim ruhumuz nə qədər təmizlənirsə, Yenilənir yəni. bəli, bir o qədər də biz gələcəkdə daha yüksək məqamlara çatırıq. Məsələn, doktor, biz o çakralardan danışdıq. Mən istəyirəm artıq söhbətimizi yavaş-yavaş yekunlaşdıraq, amma o çakraları izah edərdiniz. Hansı çakralardır tamaşaçılarımız üçün və sonuncu da ruh harda toplanır? Bir daha onu qeyd edək. Orqanizmdə 7-8 çakranı bu günləri biz hamı bilir də. Bu Dediyim gözlə kimi. görülən bir şey deyil. Yox, Haralarda? o gözlə görsənən bir şey deyil, amma xüsusi aparatura ilə, bugünkü cihazlarla onları işıq mənbəyi kimi görmək mümkündür. Hə, artıq elmə Bəli. məlumdur. Hər bir çakranın özünün sahəsi var və o sahədə o həmən sahəni enerji ilə təmin eləyir. Məsələn, birinci, ikinci çakra çanaq nahiyəsindədir və orada olan orqanları o idarə eləyir. O idarə. Yəni tutaq ki, birinci, ikinci çakrada dəyişiklik gedən kimi nə olur? Sonsuzluq olur, sizik cinsiyyət sistemində iltihablar olur. Tutaq ki, həmən nahiyədə qəbizlik olur, həmən nahiyədə bağırsaqlarda problem olur. Birinci işin. Məsələn, üçüncü çakra biraz yuxarıdadır, günəş kələfi nahiyəsindədir. Orada problemlər olanda mədədə problem olur, bağırsaqlarda yenə problem olur. Dördüncü çakra ürək çakrasıdır. Ürək çakrasında problem olanda insanın ürəyində problem olur və yaxud da ki, belə adamlar çox vaxt əsəbi olurlar, işləri düz gətirmir. Əgər ürək çakrasında orada problem varsa. Beşinci çakra bu hissədədir, ona boğaz çakrası da deyirlər və o çakrada problem olanda insanın baş ağrıları olur. Və həmən çakranı açan kimi insanın baş ağrısı düzəlir, təzyiqi gəlir, normallaşır. Altıncı çakra yuxarıdadır, əzgilvari vəzdədir. Orada problemlər olanda insan yaxşı ilə pisi ayıra bilmir. Əgər o çakra yaxşı işləyirsə, insanda öncə görmələr olur. Əgər pis işləyirsə, insan yaxşı ilə pisi ayıra bilmir və belə problemləri olur. 7-ci çakra isə bu yuxarıda bu hissə 7-ci çakradır. Orada problemlər olanda beynimizdə problemlər olur. 8-ci çakra dedim də beynimizdən yuxarıdadır və o deməli həmişə bizləndir. O bizim enerjimizin tam mənbəyi oradadır. Və insan öləndə də insan ruhu ora yığılır və o biri dünyaya gedir. Yəni bunu gərək biləsiniz. Doktor, mən sizlə danışdıqca danışmaq istəyirəm, amma mən düşünürəm ki, gələn dəfə içində bir şey qalsın. Gələrsiniz yəqin ki, gələn dəfədə biz sizi çağırsaq. Doktor, bizim ruhi halımızı necə dəyərləndirərsiniz? Bax, indiki vəziyyətdə necə ümumiyyətlə bir həkim kimi bizi necə görürsünüz? Siz özünüz haqqında deyirsiniz? Deyək ki, elə burada çəkiliş heyəti və yaxud da mən özüm bir nəfərə deyək. Yox, əgər burada bir mənfi münasibət olsaydı, mən onu hiss eləyərdim. Yəni, mən ümumiyyətlə mənfi adamları o dəqiqə hiss eləyirəm və narahat oluram. Narahat oluram ki, yəni onu niyə Allah belə yaradıb? Yəni mən ondan narahat oluram. Amma bizim bugünkü münasibətimiz, bugünkü söhbətimiz çox gözəl, bir sevimli, yəni gözəl bir şəraitdə keçdi. Və ona görə də mən hesab eləyirəm ki, bizim bugünkü günümüzə ancaq şükür eləmək lazımdır və sevinmək lazımdır. Çox sağ olun, minnətdarım.